Təsəvvür edin ki, 1995-ci ildir. Siz Misirin tam qəlbindəsiz. Giza ehramlarının cəmi, yəni bir neçə kilometrliyində. Çox mistik bir mənzərədir. Hə, elədir. Arxeoloqlar min illərdir ağzı möhürlənmiş, heç kimin toxunmadığı, qaranlıq bir türbəni yenicə açıblar və hamı nəfəsini tutub, içəridə qızıl, bərbəzək və ya firon mumyaları tapacaqlarını gözləyirlər. Amma tamamilə fərqli bir şeylə qarşılaşırlar. Bəli, onları fənər işığında dondurub yerində saxlayan divar rəsmləri olur, daha doğrusu o divardakı tək bir simvol. Tədqiqatçılardan biri qeydlərini dəfələrlə yoxlayır, çünki bu simvol qədim Misir incəsənəti üçün, yəni tamamilə yaddır. Sonra xatırlayır ki, o bu cizgiləri Qahirədəki kitablarda yox, illər əvvəl oxuduğu 1960-cı illərə aid köhnə bir Sovet elmi jurnalında görüb. Özü də Azərbaycanın Qoqustan qayalıqları haqqında məqalədə. Qoqustan və Giza. Aralarında sözün əsl mənasında minlərlə kilometr məsafə var. Və aralarında təkcə məsafə yox, həm də böyük zaman fərqi var, düzdür? Təbii ki. Rəsmi tarix həmişə bizə bu iki coğrafiyanın bir-birindən tamamilə təcrid olunmuş dünyalar olduğunu öyrədib. Amma o divardakı simvol sadəcə bir xəta deyildi. O simvolun oraya aid olmaması tarixi paradigmanı kökündən sarsıdan bir tapıntıdır. Çünki əgər o simvol ordadırsa, deməli, kimlərsə onu beynində, bəlkə də karvanlarla oraya qədər gətirib çıxarıb. Bax, elə biz də bugünkü dərin təhlilimizdə məhz o sirli karvanların, unudulmuş əlaqələrin izinə düşəcəyik. Missiyamız qədim Azərbaycan və Misir arasındakı o gizli körpüləri üzə çıxarmaqdır. Mənbələrimiz, yəni qazıntı hesabatları, genetik araşdırmalar çox maraqlı faktlar deyir. Əgər siz indiyə qədər qədim insanların sadəcə öz mağaralarından çıxmadığını düşünürsünüzsə, bugünkü müzakirə fikrinizi tamamilə dəyişəcək. O qədim dünya nə qədər qlobal bir şəbəkə olub, bunu görəcəksiniz. Sizin qeyd etdiyiniz o qlobal şəbəkə anlayışı, bilirsiniz, çox yerindədir. Biz bugün fərziyyələrdən danışmırıq. İzotopların, kimyəvi birləşmələrin yalan danışmadığını araşdıracağıq. O zaman gəlin elə o daşlardan başlayaq. Siz bayaq Gizadakı o simvolla danışanda, mən bugün araşdırma edərkən Qobustanla bağlı o hissəni oxudum. Orada mərkəzində nöqtə və ya şüalar olan xüsusi dairələr var. Bunlara solyar, yəni günəş simvolları deyilir. Qobustandakı bu rəsmlər eradan əvvəl 8-ci, 1000-ci ilə aiddir. Bəli, çox qədimdir. Amma eyni simvol Misirdə məşhur günəş tanrısı Ranın rəmzi kimi peyda olur və bu düz 4000 il sonra baş verir. Təkcə bu da deyil, mənbələrdə başqa bir detal məni lap şoka saldı. Deməli, 1922-ci ildə Howard Carter Tutanxamonun qəbrini tatanda, oradakı taxta qutunun üzərində heyvan rəsmləri olub. Heyvanlar qaçarkən 4 ayağı da eyni anda havada təsvir edilib. O məşhur uçan çaparaq üslubu. Bəli, uçan çaparaq. Və sən demə, bu eyni spesifik rəsm üslubu Misirdən çox-çox əvvəl Qobustan qayalarında artıq var imiş. İndi mən sizə bir qədər skeptik bir sual vermək istəyirəm. Buyurun. İnsanlar 1000 illər əvvəl hər yerdə eyni günəşə baxırdılar, eyni ceyranların qaçışını görürdülər. Bu sadəcə bir təsadüf, yəni eyni vaxtda yaranan vizual oxşarlıq ola bilməz. Bəlkə hər iki xalq eyni şeyi görüb, eyni cür çəkib. Sözün düzü, ilk baxışdan bu çox məntiqli bir şübhədir. Amma gəlin o uçan çaparaq rəsminin təbiətinə baxaq. Real həyatda qaçan bir heyvanı, məsələn, ağır çəkilişlə izləsəniz, görərsiniz ki, heç bir canlının 4 ayağı birdən o formada havada qalmır. Yəni, irəli və geri tam uzanmış vəziyyətdə. Eyni anatomik qeyri-reallığı məhz eyni xətlərlə ixtira etmə ehtimalı sıfıra bərabərdir. Hə, başa düşdüm. Yəni, kimsə bu qaydanı o birinə öyrədib. Məsələdir. Və əgər vizual incəsənət sizə kifayət etmirsə, gəlin mühəndislikdən danışaq. Məşhur Norveçli səyyah Thor Heyerdal'ı yəqin xatırlayarsınız. O məşhur Kon-Tiki ekspedisiyasının rəhbəri. Qədim insanların okeanların necə keçdiyini sübut etməyə çalışan adam. Tamamilə doğrudur. Heyerdal 1994-cü ildə Qobustana gələndə qayalardakı qayıq rəsmlərinə baxdı və şoka düşdü. O bildirdi ki, Qobustandakı qayıq dizaynı sülalələr öncəsi Misir qayıqları və Skandinaviya qayıqları ilə tamamilə eynidir. İnanılmazdı. Bəli.
Çünki burada söhbət sadəcə altı əyri xətt çəkməkdən getmir. Qayıq düzəltmək çox mürəkkəb mühəndislik işidir. Suyun müqavimətini yarmaq üçün gövdənin bucağı, dor ağacının mərkəzdən məsafəsi Yəni bunların hamısı tətbiqi fizikadır əslində. belədir. Tur Heyerdal sübut etdi ki, bu qayıqların hidrodinamik quruluşu eynidir. Bu mühəndislik sirri minlərlə kilometri təsadüfən küləklə keçə bilməzdi. Ortada birbaşa əlaqə var idi. Rəsmlər, gəmilər, yəni bunlar aydın göstərir ki, kimsə hərəkət edib. Bəs mən düşünürəm bu insanlar nəhəng keçilməz dağları, çölləri niyə qət edirdilər? Məqsəd sadəcə qayıq çəkməyə öyrətmək deyildi yəqin ki. Təbii ki, yox. Ortada böyük bir ticarət olmalıdır. Amma mən əvvəllər düşünürdüm ki, qədim dövrdə ən uzağı qonşu qəbiləyə buğda verib mis alardılar. Mənbələri oxuyanda isə səmimi deyirəm, tam bir şok yaşadım. Lapis lazuli, yəni o məşhur mavi lazurit daşından danışılır. Bütün Firon qəbillərini bəzəyən o daş, Tutanxamonun qızıl maskasındakı o mavi detallar. Mən həmişə elə bilirdim o daş Misrin özündən çıxır. Baxın, bu çoxlarının inandığı ortaq yanlış fikirdir. Təbiət etibarilə Misir coğrafiyasında ümumiyyətlə lapis lazuli yataqları yoxdur. Bir dəqiqə yoxdur. Bəs o ədər mavi daş Fironların maskalarına necə gəlib çıxırdı? Bax, burada elm dövrəyə girir. 1990-cı illərdə Oxford Universitetində tədqiqatçılar bu daşların üzərində izotop analizi apardılar. İndi siz izotop analizi dediniz, dinləyicilərimiz üçün bunu sadələşdirək. Bu, belə deyək də, daşın DNT-sini çıxarmaq kimi bir şeydir. Çox gözəl bir müqayisədir, hə? Təxminən elə işləyir. Hər bir dağ yerin dərinliklərində formalaşarkən özünə məxsus kimyəvi imza, bənzərsiz bir pasport qazanır. Məsələn, içindəki qurğuşun izotoplarının nisbəti heç vaxt başqa bir kitədəki dağla eyni olmur. Oxford alimləri o daşları analiz edəndə gördülər ki, Daşların pasportu Misirə aid deyil. ay sağ ol, pasport Mərkəzi Asiya və xüsusən Qafqaz regionundakı mədənlərlə 100% üst-üstə düşür. Yəni o daşlar Əfqanistan xəttindən Qafqaz vasitəsilə qaravanla əldən ələ keçərək Nil vadisinə qədər irəliləyib. Öz də İpək yolundan miniliklər əvvəl. Bu, vav, hələ bu harasıdır. Hazırlıq edəndə məni lapis lazulidən də çox heyrətləndirən başqa bir kəşf qarşıma çıxdı. 2001-ci illə aid bir araşdırma. Alman biokimyaçısı var, Jean Gardner. Hə, o məşhur mumya analizi. Bəli. Deməli, Gardner eramızdan əvvəl 1600-cü illərə aid Misir mumyalarının balzamlanma tərkibini laboratoriyada incələyir. Mumyalama qəliz proses daxı, yağlar, qətran filan istifadə olunur. Amma Gardnerin tapdığı şey tamamilə başqa bir maddə idi. O, mumyanın tərkibində təbii neft tapır. Bildiyimiz nafta. Və Misirdə neft yox idi o dövrdə. Dəqiq. Heç kim yerin altından neft çıxarmırdı. Araşdırmalar göstərir ki, o dövrdə, hətta Herodotun da yazdığı kimi, yerin səthinə təbii çıxan neft əsasən Xəzər sahilindən, yəni Abşeron yarımadasından yığılırdı. İndi bir anlıq təsəvvür edin də, Misir fironları Xəzər sahilindən palçıq küplərdə daşınan qara neftlə əbədiyyətə yola salınırdılar. Doğrudan da qəribə mənzərədir. Mən bunu oxuyanda öz-özümə dedim ki, bu, orta əsrlərə aid bir cəngavər zireyinin içindən müasir lityum batareyası tapmaq kimi bir şeydir. Xəzər nefti fironların premium balzamlanma paketinə necə daxil ola bilərdi? Yəni, niyə məhz neft? Sizin lityum batareyası müqayisəniz lap yerinə düşdü. Çünki o vaxt o maddənin qiyməti bəlkə qızıldan da bahalı idi. Gəlin Misir kahinlərinin məntiqinə baxaq. Onların yeganə dərdi bədəni çürüməkdən, nəmişlikdən qorunmaq idi. Ruh yaşaya bilsin deyə. Tamamilə. O dövrdə qətran istifadə edirdilər, amma kimsə onlara xəbər gətirmişdi ki, şimalda yerin altından qara, yapışqan maye çıxır. Bu, Abşeron naftası. İnanılmaz güclü antibakteriyal xüsusiyyətlərə malikdir. Suyu və havanı tam izolyasiya edir. Yəni, qədim dünyanın ən mükəmməl izolyasiya materialı idi? Bəli, o neft palçıq qablara doldurulur, aylarla sürən yollarla Qafqazdan Nil vadisinə daşınırdı. Bu sadəcə qonşularla deyil, qitələr arası tədarük zənciri idi. Yaxşı, gəlin belə baxaq. Neft dolu küplər, mavi daşlar, bu uzun yolu qət etdi. Amma küplər öz-özünə gəzmir axı, onları insanlar daşıyır. Bu qədər böyük əlaqə varsa, o insanların özündən arxada bir iz qalmalıydı. Məsələn, genetik bir iz.
Hə, artıq məsələnin ən dərin qatına gəlib çatırıq. Bax elə bu məni 2017-ci ildə məşhur Nature jurnalında dərc olunan bir araşdırmaya apardı. Oxuyuram ki, alimlər minlərlə illik qədim Misirlilərin mumyalarından DNT çıxarmağı bacarıblar. Bəli, Max Planck İnstitutunun alimləri. Bu əslində elmdə partlayış effekti yaratmışdı. Çünki o isti iqlim və istifadə olunan kimyəvi maddələr, elə bayaq dediyimiz neft, Onlar genetik materialı məhv edir, düzdür? bəli, məhv edir. Lakin alimlər dişlərdən təmiz DNT əldə etdilər. Və nəticə nə oldu bilirsiniz? Məlum oldu ki, qədim Misirlilərin DNT-sində Afrika yox, məhz Qafqaz və Anadolu populyasiyalarına xas olan genetik siqnallar var. Yəni, bu bir Qafqazlı tacir ora gedib yaşayıb demək deyil axı. Bu kütləvi bir şeydir. İnsanlar sadəcə ticarət üçün o qədər uzağa gedib orada kök salmazlar. Nə baş vermişdi ki, onlar köçmüşdülər. Ticarət genetik kəritəni bu dərəcədə dəyişə bilməz. Kütləvi genetik iz ancaq kütləvi miqrasiyon ilə mümkündür. Və burada biz arxeologiyanı bir kənara koyub geologiyaya, yəni iqlimşünaslığa baxmalıyıq. 2015-ci ildə Current Biology jurnalında bir araşdırma var idi. Geoloqlar deyir ki, təxminən 8-10 bin il əvvəl Xəzər dənizinin səviyyəsi indikindən onlarla metr aşağı olub. Yəni, quru ərazi daha geniş idi. Bəli, və orada qaynayan bir sahil sivilizasiyası var idi. İnsanlar əkinçilik edir, o mürəkkəb qayıqları qururdular. Amma sonra iqlimin dəyişməsi ilə dənizin səviyyəsi sürətlə qalxmağa başladı. Bu, belə kinolardakı kimi qəfil gələn tsunami deyildi. Yavaş-yavaş, illərlə gələn və evləri udan fəlakət idi. Bir dəqiqə. Belə çıxır ki, o qədim babalarımız əslində bəşər tarixinin ilk iqlim qaçqınları olublar. Su gəldikcə onlar hara getməliydilər? Cənuba? Bəli, insanlar yaşamaq üçün məcburən böyük kütlələr halında cənuba hərəkət etdilər. Yaxın Şərqə və Misrə doğru. Və onlar sadəcə canlarını qurtarmırdılar. Özləri ilə birlikdə beyinlərindəki uçan çaparaq rəsmlərini, 15 min illik qayıq texnologiyasını və günəş simvollarını da apardılar. Dəhşətdir. Yəni o genetik izin arxasında yatan səbəb suların yüksəlməsiymiş. Məhz elədir. Bir sivilizasiya öz elmini və qanını Nil sahillərinə köçürdü. Və işin ən maraqlı tərəfi odur ki, bu əlaqə daş dövründə qalmır. Eramızdan əvvəl 6-cı əsrdə, yəni Əhəmənilər imperiyası dövründə, Misrin cənubunda, Elefantina adasında hərbi bir qarnizon olub. 1902-ci ildə orada papiruslar tapılır. O papiruslarda Misirdə xidmət edən Atropatena, yəni qədim Azərbaycan əskərlərinin adları çəkilir. Onlar Misrililərlə evlənirdilər, torpaq alırdılar. Hə, cəmiyyətdə tam inteqrasiya olmuşdular. O Elefantina papirusları çox dəyərlidir. Çünki əlaqələrin kəsilməz olduğunu göstərir. Karvan yolları hərbi yollara çevrilib. Amma o qədim bağ həmişə qalıb. Bax, elə o bağdan, o mübadilədən danışmaq istəyirəm. Çünki insanlar özləri ilə təkcə neft aparmır. Mədəniyyəti, texnologiyanı da aparırlar. Məsələn, Misir mavisi adlı o məşhur şüşəni götürək. O parlaq mavi rəngli blazur. O rəng antik dövrün ən bahalı kimyəvi ixtirasıdır və onu əldə etmək üçün kobalta ehtiyac var. Yenə də, kobalt Misirdə yox idi. Və analizlər kobaltı birbaşa Qafqaz dağlarına bağlayır. Yəni, Misir estetikası şimaldan gələn xammaldan asılı idi. Amma bilirsiniz, proses ancaq bir tərəfə getmirdi. 1985-ci ildə Egiptoloq Oleg Berlev Qafqaz ərazisində qazıntılar zamanı Ramses II dövrünə aid Misir skarabeyləri tapıb. O məşhur böcək formalı amuletlər. Bəli. Hazırda Ermitajdadır. Təsəvvür edin, onu taxan Qafqazlılar bəlkə Fironun kim olduğunu bilmirdi, amma o sehrə inanırdılar. Daha fantastik bir fakt da var, Qafqaz Albaniyasının əlyazmaları. Oxford alimləri 2009-cu ildə bunu şifrədən çıxardı. O əlyazmalar Misirdə, Sinay yarımadasındakı müqəddəs Yekaterina monastırından çıxdı. Bu təsadüf deyildi. Din xadimləri üçün ora bir mərkəz idi. Albaniya ruhanilər ora gedir, mətni oxuyur, tərcümə edirdilər. Zərdüştlükdəki müqəddəs ot və faravahar simvolu ilə Misirin qanadlı günəş diski arasındakı bənzərlik də elə bu qlobal mübadilənin nəticəsidir. Mənə bu daha çox nəyi xatırladır bilirsiniz? Qədim dünyanın nəhəng bir texnoloji transferini. Elə bil bugünkü Silikon vadisi ilə Tokyo arasında mübadilə gedir.
Biri qayıq mühəndisliyi və kobalt göndərir, digəri dini mətnlər və skarabeylər. Yəni Qafqaz sadəcə tranzit nöqtəsi olmayıb, bura bir hub olub. O hub təşbihi çox yerindədir. Avropa mərkəzli elm Qafqazı kimsəsiz bir periferiya kimi təqdim edirdi. Amma əlyazmalar, genlər, Abşeron nefti sübut edir ki, Qafqaz o böyük çarxı fırladan əsas mühərriklərdən biri idi. Tamamilə məntiqlidir. O zaman gəlin toparlayaq. Biz bugün nəhəng bir səyahət etdik. Qobustanın günəş rəmzlərindən tutmuş, fironların mumyalarındakı Abşeron neftinə qədər. Uçan çaparaq cizgilərini, Xəzərdən qaçan iqlim qaçqınlarının genetik izlərini və Sinay əlyazmalarını müzakirə etdik. Bunlar göstərir ki, Xəzər və Nil sahilləri qədim dünyanın ürəyinə qan vuran damarlar kimi bağlı idi. Bəli, tarix ayrı-ayrı qəbilələrin yox, həmişə əlaqədə olan qlobal bir ailənin hekayəsidir. İnsanın kəşf etmək arzusu heç vaxt dəyişmir. Daki Azıq mağarasında arxeoloqlar bir insan çənəsi tapmışdılar. O çənənin yaşı 350 min ilə 400 min il arasındadır. Düşünün, Şumerlərdən, Misir fironlarından 100 minlərlə il əvvəl. Əgər Qafqazda insanlıq bu qədər dərin bir keçmişə malikdirsə, bəlkə də bugün üzərində gəzdiyimiz asfaltın, binaların altında bəşəriyyətin taleyini dəyişəcək neçə-neçə sivilizasiya yatır. Biz sivilizasiyanın beşiyini həmişə uzaqlarda axtarırıq, amma bəlkə də heç bilmədən hər gün elə o beşiyin üzərində gəzirik. Doğrudan da miqyası dərk edilməyəcək qədər böyük fikirdir. Bəlkə də axtardığımız sirlər öz ayağımızın altındadır. Çox sağ olun, bundan gözəl yekun ola bilməzdi. Bu dərin təhlilimizdə minliklərin sirlərini bizimlə çözdüyünüz üçün təşəkkür edirik. Növbəti dəfə fərqli səhifələri vərəqləmək ümidi ilə. Sağ olun, hər zaman axtarışda qalın.